Özəl televiziyaların bayram təbrikləri yerinə düşər. Bəli, yerinə düşər əziz dostlar. Beləliklə, yubiley təbriklərinə özəl televiziyalar qoşulur. İlk bizi təbrik etmək üçün ictimai televiziya gəlib. Gəlin qarşılayaq. İctimai televiziyadan Salih Bağırov. Diqqət, diqqət. Danışır və göstərir Bakı. Azərbaycan televiziya və radiosunun kamera və mikrofonları Heydər Əliyev sarayında qurulub. Bəli, xanımlar və cənablar, əziz dostlar, hörmətli tamaşaçılar və dinləyicilər, biz bu səslərlə böyümüşük. Bütün Azərbaycan bu doğma ekran efirlə nəfəs alıb. Doğma ekran efirimiz isə üst-üstə 150 ildir yol gedir. Və bu şərəfli missiyanın iki yolu olub. Müstəqilliyə qədər və müstəqillik illəri. Hər iki yolu çox şərəflə alnı açıq, üzü ağ keçib və keçməkdədir Azərbaycan radio və televiziyası. 60 il uzun müddət olmasa da bir xalqın, dövlətin taleyində silinməz izlər qoya biləcək qədər böyük tarixdir. Yarandığı gündən Azərbaycanın efir məkanında hər zaman özünə məxsus dəstixətti ilə seçilib, yeni televiziyalara örnək olub, haqlı olaraq ana televiziya statusunu daşıyıb və müqəddəs missiyanı həyata keçirən telekanal kimi adını tarixə yazıb Azərbaycan televiziyası. Azərbaycan televiziyasının fəaliyyətində dönüş ümummilli lider Heydər Əliyevin xalqın çağırışı ilə hakimiyyətə ikinci gəlişindən sonra başladı. Və bununla da Azərbaycan televiziyasının zəfər dönəmi başlandı. 11 yaşlı kollektivimiz adından Azərbaycan radiosunun və televiziyasının bütün əməkdaşlarını ürəkdən təbrik edirik və xüsusilə veteranları canı qəlbdən təbrik etmək istəyirik. Onlara can sağlığı, uzun ömür arzu edirik. Yolunuz daim açıq, uğurlarınız isə hər zaman bol olsun.